Salam, xoş gördük. Hər vaxtınız xeyir. Belə bir integral sualına baxırıq. Surətdə bir məxrəcdə kvadrat üçədli şəklində olan funksiyanın ibtidai funksiyasını tapmaq lazımdır. Bu tipli integrallarda bundan əvvəlki videolarda dediyimiz iki integraldan birinə gətirmək lazımdır. Ya 1 bölünsün x kvadrat plus a-nın kvadratı, ya da 1 bölünsün x kvadrat çıxılsın a-nın kvadratı. Gəlin keçək izahına. İntegral işarəsi. Məxrəcdə belə bir iş görək. X kvadrat plus 6x plus 9 plus 4. 10-cu 9 plus 4 şəklində yazırıq. Surətdə 1 dx bərabərdir. İntegral. Məqsədimiz burada tam kvadrat yaratmaq. X kvadrat plus 6x plus 9'un əvəzinə yazdırıq. X plus 3'ün xaricdən kvadrat plus 4 surətdə 1 dx bərabərdir. İntegral işarəsi surətdə 1 x plus 3'ün xaricdən kvadratı plus 4 d. Burada gözləyirik. Diferensiyalın belə bir xassəsi var. Dx bərabərdir d x plus c. İstədiyimiz sabiti burada x-in üzərinə əlavə edib çıxa bilərik. Ümumi şəkildə c yazırıq. C istənilən sabit ədəddir. Bunu ötən videolarda da demişik. Bu xassədən burada istifadə edirik. Burada x plus olduğu üçün burada c-nin yerinə istədiyimiz sabit yaza bilərik. Burada x plus 3 olduğu için burada x plus 3 yazırıq. Bərabərdir. İntegral x plus 3'ün xaricdən kvadratı plus 4'ü yazaq 2'nin kvadratı d x plus 3 surətdə 1 bərabərdir. Daha sonra nə edəcəyik? Belə bir integral var idi. Ötən videoda demişik. İntegral x kvadrat plus a-nın kvadratı 1 dx bərabərdir 1 bölünsün a arctangens x bölünsün a plus c. Bu integralın cevabı budur. Bu integraldan, bu düsturdan istifadə edəcəyik. Bunun da izahını ötən videolarda vermişik. Burada x plus 3'e bir t desək, x plus 3 bərabərdir t əvəzləməsi aparsaq, yerinə yazsaq, 1 bölünsün x plus 3'ün yerine t yazacağız. T'nin kvadratı plus 2'nin kvadratı dt bərabərdir. Burada a'nın yerinde 2 dayanır. Odur ki 1 bölünsün a vurulsun arctangens t bölünsün a plus c olacaq. T'nin yerine x plus 3 yazacağıq nəticədə. Burada t'nin yerine x plus 3 yazacağıq. A'nın da yerine 2 bərabərdir. İntegral. Burada a'nın yerine 2 yazmamız daha yaxşı olar. Bir bölünsün 2 arctangens t bölünsün 2 plus c. Və nəticədə belə alarıq bərabərdir 1 bölünsün 2 arctangens t'nin yerine x plus 3 yazacağıq. X plus 3 bölünsün 2 plus c. Bizdən soruşulan integral bu idi. İntegral x kvadrat plus 6x plus 13 surətdə 1 dx bərabərdir.
Tapdığımız cavab da budur. 1 bölünsün 1 bölünsün 2 arqdan yes x plus 3 bölünsün 2 plus c. Nəticədə bu inteqralın cavabını tapdıq.